deməli, kitabı olduqca yeni bir kitabı. Mən böyük məmnuniyyətlə Zakir xanım sizin də kitabınızı oxudum. Böyük zəhmət çəkmisiniz, böyük araşdırma paylaşsınız, bütün saytlara baş vurmuşsunuz. Sadə xanımın yaradıcılığı ilə bağlı o rəqəmsal tələblərin hamısına əməl etmişsiniz. Yəni, onun hansı mənbələrdən gəlir, sonra hansı geniş dünya arealında Sadə xanımın əsərləri yayınlanıbdır, hansı jurnallarda, xaricdə, bizim ölkədə, qəzetlərdə, internet saytlarında çap olunubdur və hətta 2024-cü ildə əsərlərinə ən çox istinad olunan müəllif kimi Sadə xanıma deməli, istinad medal verildi, səhv eləmirəmsə, medalın adı ilə idi, bəli, Akademiyanın Ədəbiyyat İnstitutuna verildi. Yəni, Sadə xanım 2024-cü ilin göstəriciləri üzrə əsərlərinə ən çox istinad olunan ədəbiyyatşünas alim kimi və istinad medalına layiq verildi. Yəni, elm-metriya, ola bilər bu bizim üçün təzə bir termindir də, elmlə metr sözlərinin birləşməyinə və yəni elmi ölçü. Yəni, burada da nədir? Müəllifdən nə qədər çox stat çəkilir. Onun əsərləri ictimai şura, oxucu kontingentinə, elmi kontingentinə nə qədər təsir edir. Ondan sonra onun nə qədər kitabı nəşr olunur, onun hansı xarici ölkələrə tərcümə olunur, daha da nə qədər hansı jurnallarda, qəzetlərdə, saytlarda o dərc olunur. Yəni, sırf süni intellekt və rəqəmsal dünyanın tələblərinə uyğun araşdırmaları statistik nəticələrinə söykənən yeni bir tədqiqat sahəsidir. Bizdə yenidir. Əlbəttə, Zakir xanım öz kitabında yazıbdır. Bu barədə məncə İngilis ədəbiyyatşünaslığında hələ bir neçə 10 il bundan öncə, hətta az qalıb bir əsr öncə artıq elm-metriya var idi. Sonra o müxtəlif inkişaf mərhələlərindən keçib. Bizdə bu bir qədər yeni elm sahəsidir. Mənim yadımdadır Zakir xanım 80-ci illərdən təəssüf ki, adım olmuşam. Aydın Məmmədov deyəsən bir məqaləsində oxumuşdum ki, onda mən məktəbliyim. Orada yazmışdı ki, rəqəm statistik göstəricilərə əsaslanan tədqiqatları elm hesab etmir. Yəni, bizdə təxminən belə bir fikir var idi ki, elm-metri, anti-elm-metrik bir düşüncə var idi ki, bu elm sahəsi deyil. Əslində o çox ciddi bir elm sahəsidir. Yəni, elm əliyib ələkdən keçirib, statistik göstəricilər əsasında, rəqəmsal göstəricilər əsasında müəllifin riyazi dəqiqliklə filoloji portretini ortaya qoyursan. Yəni, burada artıq 2 vurulsun 2 bərabər 4 səviyyəsində dəqiq riyazi nəticələr var. Yəni, bu ənənədə ədəbiyyatşünaslıq üçün olan biraz qeyri-dəqiqlik, humanitar düşüncə kimi məsələ səciyyəvi olan biraz belə deyim də, yayılılır. Bunun üçün elm-metriya üçün səciyyəvi deyil. Bu riyaziyyatla filologiyanın, dərq elmlərlə humanitar düşüncənin inteqrasiyasında yaranmış, belə deyək də, necə deyim sizə, infografik mi deyək, indografik mi deyək bir elm sahəsidir. Yəni ki, informasiyanın qrafikləşdirilir, müxtəlif cədvəllərdən istifadə edilir burada, müxtəlif hesablama cədvəlləri və s. istifadə edilərək müəllifin obrazı yaradılır. Bu sahədə mənim etiraf edeyim ki, oxuduğum ilk kitabdır, bəlkə də bizdə bu sahədə yazılıqdır, mən bilmirəm, amma mənim tanış olduğum ilk kitabdır. Ona görə də Sadə xanım və hörmətli Zakirə xanım, bundan sonra harada, nə varsa, elm-metriya sözü mən eşitsəm, hökmən sizin hər kəsi böyük minnətdarlıq hissiylə, məmnuniyyətlə. Əziz dostlar, əziz həmkarlar, bugün çox gözəl bir məclisə toplaşmışıq. Əzizimiz, sevimlimiz Sadə xanım haqqında iki əziz həmkarımızın yazdığı kitablar, Mənzər xanım və Zakirə xanım. İsa müəllimim, Akademiyanın prezidenti və bizim institutumuzun direktoru Akademik İsa Əlbəyinin hər dəfə xatırlatdığı bir söz var. Deyir ki, Azərbaycanın ən böyük alimləri bu ocaqda yığışır. Ona görə məqalə yazanda, kitab yazanda biri-birinizə istinad edin, biri-biriniz haqqında kitablarını, ədəbiyyat siyahınıza əlavə edin. Həm deyir, kitabınızın sambalına təsir edəcək, həm də ki, o müəlliflər, belə deyim ki, başqa ölkə kitablarınızı verdiyiniz ölkələrdə də tanısın. Çox gözəl, ibrətamiz bir sözdür və ürək açıqlığı ilə deyilən bir sözdür. Ona görə bizim bugün burada əyləşənlərin bir çoxu bizim institutun əməkdaşlarıdır və hamımız bu gözəl məclisə tam səmimiyyətlə gəlmişik və Sadə xanımla eyni otaqda əyləşən, bəlkə də stollar da yanaşıdır. Mənzər xanımın çox böyük ürək açıqlığı ilə yazdığı bir kitab.
Sadə Şəmmətinin, Şəmmət qızının kiçik bədii nəsri. Bu kitab eyni otaqda, bilirsiniz, bu kitabın səmimiyyətindən ona görə daha çox inanıram ki, yan-yana oturduğu bir həmkarı haqqında, onun tədqiqatları haqqında gözəl kitab yazıb, ürək sözünü yazıb və gerçəkliyi yazıb. Çünki Mənzər xanım elə bir qələm adamıdır ki, o ancaq gerçəyi deyə bilir. Yəni o belə deyim ki, Mənzər xanıma xahiş edəsən bir şey yaz, əgər o onun könlünə düşməyibsə, o onun ürəyində yer eləməyibsə, onu söz deyə bilməz. Və mən bilirəm ki, bu kitabın yazılış ideyası da Sadə xanım üçün gözlənilməz oldu və o da elə bizi kimi sevinib. Zakirə xanımın kitabı isə, hörmətli Əsəd bəy çox gözəl dedi, müasir dövrün ən aktual bir məsələsinə həll olunur. Yəni, elm-metrik, bu, mən əvvəlcə doğrusu bilmirdim ki, bu elm-metrik nədir. Bizim şöbədə bir gənc qızımız var, tədqiqatçı, o dedi ki, mən elm-metrik üzrə iş yazmaq istəyirəm. Soruşdum ki, qızım, o nə deməkdir? O mənə izah elədi və sonra gördüm ki, yəni o bir neçə ilin söhbətidir və gördüm ki, müasir dövrdə təkcə ədəbiyyatşünaslıqda yox, bütün elm sahələrində elm-metrik ən aktual bir məsələdir və nə yaxşı ki, bu işi də elə bu işin bilicisi yazıb. Yəni, hər adam tutaq ki, belə bir mövzuya müraciət edə bilməz və müraciət eləsə də ortalığa bu səviyyədə bir iş qoya bilməz. Ona görə Zakirə xanım, mən sizi də ürəkdən təbrik edirəm. Sadə xanım bir iş yoldaşı kimi, bir Nəcib xanım kimi hamımızın doğrudan da sevinimimizi Ədəbiyyat İnstitutunda ilk dəfə akademiyanın professoru adını almış bir adamdır. Bu akademiya prezidiumda belə bir titul, mən onu titul deyirəm, bilmirəm nədir. Amma yəni bizim institutumuzdan Sadə xanım seçildi. Onun nəyinə görə? Çünki onun elmi və əsas elmi yaradıcılığına görə və bizim institutumuzda mənim bildiyimə görə Moskvada gedib, institutun göndərişi ilə gedib Moskvada doktoranturasını yazıb, burada da müdafiə edib geri qayıdan və qayıdandan sonra 4 il təzədən o diplomunun təsdiqini gözləyən, səbirlə gözləyən bir xanımdır. Amma o, deyim ki, o 4 ildə heç də ruhdan düşmədi. Əslində o 4 ildən istifadə elədi, daha gözəl əsərlər qoydu ortalığa. Və Ədəbiyyat İnstitutunda ilk bizim bir alimimiz ki, onun haqqında Sənətkarın Elmi Pasportu seriyasına kitab çap olunur. Bu da böyük nailiyyətdir. Yəni, hər adamın nəsib olmayan, yəni özdə ilkin nəsib olmayan bir məsələdir. Sadə xanım, sizi ürəkdən təbrik edirəm. O qədər deyiləsiz sözlər var. Üzünüzün, qəlbinizin gözəlliyi üzünüzə çıxıb və ən böyük gözəlliyinizdə bizim o gözəl balamızdır. Onun da uğurlarınız alqışlayıram. Hələ bir onlar 16 yaşı olanda mən onun ilk şeirlər kitabını oxumuşam, Səidə qızımızın. Qızım, səni də təbrik edirəm ki, belə gözəl, layiqli, hamının hörmət elədiyi, nəcibliyinə, əxlaqına, ədəbinə, ərkanına, belə deyim ki, ictimai ədəbinə görə sevilən bir anan var. Hamımızı təbrik edirəm ki, nə gözəl bizim sıralarımızda belə gözəl alimlərimiz var. Ədəbiyyat İnstitutunun gözü aydın olsun. Sağ olun. Bizim Borçalımızı ləyaqətlə təmsil edən, mən deyərəm, hətta Borçalı mahalının fəxri, keçmiş dövlət təhlükəsizlik orqanlarının və jurnalistlik, publistik fəaliyyəti ilə məşğul olan, bir neçə kitabın müəllifi olan, şəxsən mənim çox böyük ehtiram bəslədiyim və bu məclisdə iştirakını vacib hesab etdiyim Elşad müəllim Həsənov iştirakını. Çox sağ olun, əsaslarım. Mən bugün çox sevinirəm. Sadə xanımın yaradıcılığıyla bağlı əsərlərin təqdimatına görə şəkillər yazsa bilgiylə sizə. Və doğrudan da mən Sadə xanımın yaradıcılığıyla tanış oldum, oxudum və çox fərəhləndim. Yəni bir Azərbaycanlı qız, bir Borçalı qızı Bakıda, sonra Moskvada elmi tədqiqatlar alıb, şöhrət qazanıb, yaradıcılığınla sevilib, böyük əsərlər ortaya qoyub və bugün də onun haqqında deməli, Məzər xanımın və Zakirə xanımın əsərlərini biz təqdimatını keçirdik. Bu bayaq dedilər, bu elm-metrik də mənim üçün yenilikdir. Ancaq bu müasir dövrdə işlənən
gözəl bir sahədir. Hesab edirəm ki, bu Məhəmməd Sadıq xanımın yaradıcılığı bu sahədə qiymətləndirsə çox nə yaradır. Mən uzun danışmaq istəmirəm, mən bugün çox şad oldum. Doğrudan da belə elmi ictimaiyyətini görüb, bizim hörmətli alimlərimizi görüb, üç qadın alim haqqında biz ürək dolusu danışırıq. Çox sevindim ki, xanım bildirdi ki, Sadıq xanım həm də Nizamlarla institutda ilk qadın professoru. Buna da çox sevindim. Mən sizə yaradıcı uğurlar arzulayıram. Can sağlığı arzulayıram Sadıq xanım, Nəzər xanım, Zəkirə xanım. Hər üçünüzü təbrik edirəm, uğurlar arzulayıram. Sağ olun. Təbrik edirəm. İstər Sadıq xanım, istər Zəkirə xanım, istər də Nəzər xanım. Bizim institutumuzun əməkdaşlarıdır. Biz eyni kollektiv çalışırıq. Hər üçünün uğuruna görə sevinirəm. Bayaq Əsəd müəllimin qeyd etdiyi ki, mənə söz verilsə də, verilməsə də, yəni mənim üçün böyük bir fərq yoxdur. Əsas odur ki, biz kimlərinsə uğuruna sevinməyə bacarırıq. Bu kitab haqqında bir neçə müddət bundan öncə, bir neçə həftə öncə kitabların hər ikisinin çapından bağlı gedib. İnşallah bu kitablarla bağlı bir yarışa xəbər gedər. Sizin hər birinizin çıxışına diqqətlə qulaq asıram. Bəli, Nəzər xanım öz bədii yaradıcılığıyla nə qədər diqqət çəkən, nə qədər fərqlənən bir imzadırsa, artıq Sadıq xanımın yaradıcılığı haqqındakı fikirlərini göstərdiyi ki, bir elmi tərəfdən də o qədər ciddi bir imzadır. Zəkirə xanım da maşallah bizim institutumuzun həm profesional əməkdaşlarından biridir. Zəkirə xanım həm də fəlsəfə doktorudur, yəni filologiya fəlsəfə doktorudur. İnşallah elmlər doktoru olmaqda da bir şey qalmıyor. Yəni Zəkirə xanım yazdığı kitabın praktikada da deyirlər, peşəkarıdır. Yəni institutumuzda elektron sahə üzrə nə qədər iş görülürsə, bunların hamısının zəhmətini çəkən Zəkirə xanımdır. Sadıq xanım da sizin hər birinizin qeyd etdiyiniz kimi son dərəcə çox çalışqanlığa, necə deyim, zəhmətkeşdən əvvəl belə məhsuldar bir yaradıcılığa malik bir insandır. Mən demək olar ki, institut mətbuat xidmətində çalışdığım müddətdə demək olar ki, hər il Zəkirə xanımın hər hansı bir kitabının informasiyasını verirəm. Bir daha hər üçünü təbrik edirəm. Hər üçünün yaradıcılığı uğurları bizim sevincimizdir. Çox təşəkkür ederim. Sağ olun. Nəzər xanım yaratdığı kitabın rəisçilərinə Gülbən Sana Babayeva iştirak edir. Mən sözü Gülbən Sana Nizami Ədəbiyyat İnstitutunun Mətbuat Tarixi və Publisistika şöbəsinin baş elmi. Çox sağ olun, Şəfnəli. Mən əvvəlcə bugünkü Möhtəbər Məclisin bütün iştirakçılarını, ziyalılarımızı, şairlərimizi, yazarlarımızı salamlayıram. Və belə bir gözəl məclisdə iştiraka məni dəvət etdiyi üçün Sadıq xanıma, Nəzər xanıma, Zəkirə xanıma da öz təşəkkürümü bildirirəm. Doğrudan da üç qadınımızın, ziyalı qadınımızın bir araya gətirdiyi kitablar müasir Azərbaycan ədəbiyyatı üçün, bizim ədəbiyyatşünaslığımız üçün dəyərli əsərlərdir. Ən əvvəl onu qeyd etmək istəyirəm ki, bu əsər ümumiyyətlə sənətkarın pasportu sırasından buraxılan kitab Nəzər xanımın kitabı müəllifi, yəni Sadıq xanımın ədəbiyyat tarixinə daxil edən bir əsərdir. Çünki hər adamın haqqında ədəbiyyat seriyasından olan, yəni şəxsiyyətin pasportu sırasına kitab buraxılmır. Bu kitabın özünün buraxılması, bu həm akademik Sahib bəyinin öz əməkdaşlarına verdiyi böyük dəyərdir ki, onun şəxsi təşəbbüsü icazəsi ilə bu seriyada olan kitablar nəşr olunur. İkincisi isə Sadıq xanımın geniş yaradıcılığına, polifonik yaradıcılığına verilən bir yüksək dəyərdir. Çünki Sadıq xanım həm dəyərli alimdir, onun çox şahane yaradıcılığında elmi əsərləri mühüm yer tutur, tədqiqatları, elmlər doktoru kimi 2 dəfə müdafiə edir, fəlsəfə doktoru və elmlər doktoru adına layiq görülür, Moskvada müdafiə edir. Kitabda da Nəzər xanım, Sadıq xanımın keçdiyi bütün həyat yolunu ardıcıl və sistemli şəkildə izləyə bilir. Çünki onun həyatından başlamış,
yaradıcılığına qədər, keçdiyi ömür yoluna qədər, təhsil illərinə qədər hər bir şey haqqında ekskurslar var və geniş panoram yaradıb gözümüzün qarşısında. Bununla belə kitabın ən önəmli və əhəmiyyətli cəhətlərinin biri də ondan ibarətdir ki, Saliqə xanımın bir alim kimi, dəyərli bir ziyalı kimi yaradıcılığının müxtəlif istiqamətlərinə diqqət yetirir. O həm də nasir kimi, yazıcı kimi yaradıcılığına söhbət açılır. Çox maraqlıdır ki, Saliqə xanımın bu hekayə yaradıcılığında, ümumiyyətlə nəsr yaradıcılığında satira janrı daha geniş yer tutur və satirik məqamlara, incə yumora daha geniş yer verilir. Bu da təbiidir, çünki Saliqə xanımın yazılarında aktual məsələlər dövrün, zamanın aktual problemləri rəqsini tapır. Və bu aktual məsələlərdən daha çox mənim diqqətimi cəlb edən bir məqam oldu. Bilirsiniz ki, son dövrlər internet saytlarında və yaxud da müxtəlif mətbuat orqanlarında gənclərimiz yanlış olaraq plastik ilişimizə qarşı bir mənalı, bəzən qərəzli münasibətlər bəsləyirlər. Bunun ziddinə olaraq, yəni Saliqə xanım əsərində həmin məsələləri satirik və ironik bir tərzdə, bəzən sarkazma yüksələn eyhamlarla bizim nəzərimizə çatdırır o hekayələrdə və göstərir ki, bəzən, yəni bu Anar müəllimin əsərində də mən rast gəlmişdim, bir güllə bahar olmaz adlı bir hekayəsi dərd olmuşdu. Orada Anar müəllim göstərir ki, Nizami, Nəsimi, Füzuli, Sabir kimi bir duhaları bəzən tənqid obyektinə çevirir. Və bəzən bu klassik resimdə yanlış münasibət əlbəttə ki, gənclərin düzgün yolda olmadığını göstərir. Bu mənada Saliqə xanımda müraciət etdiyi hekayələrdə həm deyək ki, həm klassik resimdə yanlış münasibət. Əsasən bunun bir hekayəsinin adını xatırlatmaq istədim. Ləzzətli söhbət əsərində, yəni hekayəsində də Cəlil Məqbulzadə isinə yanlış münasibət bəsləyənlər. Bəzən mən özüm şöbədə, mətbuat tarixi və publisite şöbəsində əməkdaş olaraq bizə də dönə-dönə müraciət edirlər. Mirza Cəlillə bağlı yanlış münasibətlərin şahidi oluruq. Biz bunlara cavablar hazırlayırıq, cavablar göndəririk ki, siz nə üçün o cür böyük realist ədəbimizə qarşı, məsələn, yanlış mövqedə dayanırsınız. Sabir kimi bir dua sahibinə qarşı bu cür yanlış mövqedə dayanırsınız. Bəzən də olur ki, hətta 20-ci əsrin böyük klassiklərə, Səməd Vurğun kimi böyük bir ziyalımıza qarşı da olur bu. Buna görə də bu əsərin, ümumiyyətlə bir tədqiqatın ən əhəmiyyətli, önəmli cəhətlərində də budur. Çünki bugün biz klassik resimci dəyərləndirməsək, gələcək nəsil düzgünlüyü göstərməsək, əlbəttə ki, onlar bu zənciri, bu bağı, bu əlaqəni itirə bilərlər. Yanlış bir tendensiyaya uğraya bilərlər. Bu mənada götürəndə Mənzər xanımın əsəri, Saliqə xanımın yaradıcılığını işıqlandıran bu əsər öz monumentallığı ilə, tarixi əhəmiyyəti ilə də diqqətimizi cəlb edir. Bu mənada klassik resimimizin çevrilməsi lazımdır. Bəzən çox təəssüflər edirəm ki, ziyalılarımız hətta satiranın mahiyyətini başa düşməyərək onun üst qatına fikir verirlər, alt qatına fikir vermirlər. Və satirada, necə deyərlər, medalın üst tərəfi yox, alt tərəfi götürülür. Sabir deyərkən ki, millət necə taraz olur olsun, nə işin var deyəndə, onun biganəliyi biz görmürük ki, əslində onun vətən sevgisini, yanğısını görə bilir. Və yaxud da deyəndə ki, təhsili ülum etmə ki, el mafəti candır, el mafəti can aldığı məşhur cihandır deyərkən, yəni elmdən, təhsildən uzaqlaşmaq demir, əslində ona daha çox mübtəla olmaq, yəni içərisinə daxil olmaq deyil. Bu mənada götürəndə, ümumiyyətlə, bu tendensiyalara qarşı bu kitab tutarlı bir cavabdır. Buna görə də biz Mənzər xanıma, baxmayaraq ki, o bizim həm də bir gözəl yazıçımızdır, əməkdaşımızdır, alimimizdir, həm də bu cür dəyərli bir əsər bəxş etdiyinə görə Mənzər xanıma təşəkkürümüzü bildirik. Sonra Zakirə xanım uzun müddətdir bizim kollektivimizdə işləyir, ədəbiyyat institutunun əməkdaşı kimi. Bu mənada götürəndə bütün deməli, kollektivdə hazırlanan böyük şəxsiyyətlərin yubileyləri ilə bağlı bütün slaytların müəllifi məhz Zakirə xanım olur. Həmişə də akademik İsa Həbbəyli onun yaradıcılığını yüksək dəyərləndirir və göstərir ki, o çox mötəbər bir slaytlar hazırlayır və
bizim değerli alimlerimizi, şairlerimizi, yazıcılarımızı oxucuya müsbət planla çox gözəl şəkildə, parlaq şəkildə təqdim edə bilir. Və Azərbaycan elminin deməli, bu cür yayılması, geniş arealda yayılması üçün göstərdikləri xidmətlərə görə həm Mənzər xanıma, həm Sadə xanıma, həm də Zakirə xanıma öz minnətdarlığımızı bildiririk və onlara yeni yaradıcılıq uğurlardır. Sadə xanımın yaradıcılığında özünü bu və ya digər dərəcədə göstərə bilirik. Bu şübhəsizdir, şübhəsizdir. Təbii olaraq ki, Avropa təsirləri və s. hamısı özünü göstərdi. Və ümumiyyətlə, tədqiqat, Sadə xanım, dedim ki, tədqiqatçıdır. Tədqiqatını aparmaq, hər hansı bir tədqiqat işini yenidən tədqiqata zərb eləmək bir alim olaraq. Bu, tutaq ki, o müəllifdən böyük sərişdə tələb edir. Yəni, Zakirə xanımla ünvanlayıram bunu. Çünki Sadə xanımın tədqiqin tədqiqi həmişə çətin bir şeydir. İstənilən bir şey tədqiq edəndə rahat olur, amma tədqiqin tədqiqi əlbəttə ki, bu bir qədər görüşməsə bir məsələləri. Və yəni, mən həm də baxdım da, Əsəd müəllimə elə bildim ki, bu kitab haqqında daha çox danışa biləcəyim. Onda Əsəd müəllim bir giriş verdi, oradan sözünü direkt anlamda cədvəllərə baxdım, dedim yox. Bu kitab haqqında şəxsən mən etiraf edirəm ki, bir qədər çətin danışa biləcəyim. Çünki gələk bunu yaxşı oxuyan, mənimsəyəm, çünki üstünün direkt aslında yazılmış bir kitabdır və bunu elə belə deyək, o köhnə təfəkkürlə məsələsini bunlar şəhərində çətin məsələdir. Mən bu cədvəllərə baxdım, buradakı məsələlərə baxdım. Doğrudan da gördüm ki, Əsəd mənim sözü olmasın, bu lazımdır, süni direkt bizim ədəbiyyatşünaslığımıza lazımdır, vacib. Və mən sizə Zakirə xanım minnətdarlığını bildirəm. Mənzər xanım, yəni ki, burada kitabı bayaq vərəqlədim. Sadə xanımın əsərlərini oxumuşam, onun şeir yaradıcılığına və doğrudan da ki, müasir ədəb prosesin müasir tələbləri baxımından bulunması bir sxem olaraq, belə deyək ki, ədəbi bir proses olaraq bu günlərin məsələsində hamıda alınmış. Amma mən Sadə xanımda bunların alındığını görmüşəm, oxumuşam da, məlumatım da var və bu mənada məsələ bu satira yaradıcılığına müraciət baxımından, onların müxtəlif ölçülər baxımından, sürgün aspektindən və s. aspektindən bunlara təbliğ olması əlbəttə ki, bu həm də elə yer deyirəm ki, böyük sərişdə tələb edir, Mənzər xanımın sərişdəsi, həm də ki, yaradıcılığın verdiyi imkanı bilirsiniz, kimlə miqdar olsa, əhliyyə olsa, yəni bu mənada bütün bunlar hamısı, bilirəm, Əsəd müəllim baxın, əslində bir deyil, yəni vaxt azdır. Hə, bir şey deyim ki... Əziz baxın belə istəməz. Hə, yox, əstəxdurullah. O Ziya Paşanın bir yaxşı özləri, bir şəxsin görünür əsərində. Baxın, məhz elə bu hər iki əsərində. Yəni, bu mən də birinci işlərini özüm deməm ki, vaxta gələn, yəni söhbət ondan gedir ki, yəni material düz olanda, mövzu düz olanda, istiqamət düz olanda, ondan təhlil də yaxşı alınır, izahlar da yaxşı alınır. Yəni, bu hər iki müəllifin uğuru bir arasında Sadə xanımın yaradıcılığının belə ortaya qoyduğu məsələlər ki, təhlildə də yaxşı alınır. Əvvəla məclis haqqında deyim ki, çox səliqə səhmanlı, çox belə məzmunlu bir məclisdir, tədbirdir. Çıxışçı da, aparıcı da, çıxışçılar da öz axarı ilə gedir, Sadə xanımın özü kimi, öz şəxsiyyəti kimi. Sadə xanım maşallah o qədər məhsuldar bir alimdir ki, biz onun yaradıcılığını izləyib çatdıra bilmirik, çatdırıb izləyə bilmirik. Elə eşidilir, yeni kitabı çıxır, yeni layihələri var. Mənzər xanım bizim gözəl yazıcımızdır. Mən bu yaxınlarda onun haqqında bir məqalə yazmışam. Ona görə onun yaradıcılığına çox yaxından tanış oldum. Doğrudan da çox belə heyran oldum Mənzər xanımın həm qələminə, həm səmimiyyətinə. Zakirə xanımdakı maşallah heç handa bir cavan, bir gənc bir adamın bacarmadığını bacarır. Belə baxanda yeni bir
yeni bir sahədir də bizim üçün. Bütün institutun bütün slaytları, bütün tədbirlər hamı Zakirə xanımın adı ilə bağlıdır, onun zəhmətinin məhsuludur. Mən hər üç xanıma çox böyük uğurlar arzulayıram. Onların bugün onların günüdür. Çox sevinirəm, çox sevindirici bir haldır. Və məclis də çox gözəl keçir, mən şəxsən nə qədər yeni şey öyrəndim. Çox belə səmimi bir mühitdir. Sizə uğurlar arzulayıram, davamlı olsun. Filologiyaları doktoru Salihə Şərifovanın yaradıcılığı elmetrik diapazonda kitabının adı kimi özü də çox elmi sərciyə daşıyan bir kitabın müəllifi olan Zakirə Əliyevə söz verirəm. Zakirə xanım üzərində çox böyük məsuliyyət düşür. Zakirə xanım gələcək elmi perspektiv inkişafı ilk sığırlardan, açanlardan biridir. Yəni, gələcəyin alimləri onlaşdığı çıxırla gələcək. Ona görə də çox böyük məsuliyyət düşür üzərinizdə. Həm də çox şərəfli bir işləmər. Mən bəlkə də gəldim akademiyada sizin yanınızda bəzi məsələlər almaq istəyirəm sizə. Hörmətli Əsəb Müzeyim, hörmətli mühtərəm məclisdə iştirakçısı olan mühtərəm insanlar, ayrılığı vaxtda bitirdiyi diqqətə görə, bitirdikləri gözəl rənglərə görə hörmət öz minnətdarlığımı bildirirəm. Və bu hər iki kitabın biri Saadət xanım, professor Saadət xanımın bədii obrazını ortaya qoyurdusa, ikincisi onun elmi obrazını ortaya qoyurdu. Bunu da siz öz çıxışlarınızda çox gözəl qeyd edədiniz. Necə halında mükəmməl məlumat çatdırdınız Saadət xanım haqqında və mən kitab haqqında nə deyə bilərəm? Əgər bu kitab haqqında olan materiallardan danışsam, oradakı hər bir infografik cədvəli sizə diaqram çatdırmaq üçün gərək mən də saatlarla vaxtınızı alıram. Özünüz kitabla tanış olub, yəqin ki, rəylərinizi gələcəkdə də bildirərsiniz. Amma bu həqiqətən deməli, bu var ki, ədəbiyyatşünaslıq sayəsində ədəbiyyatşünaslıq alimi haqqında ilk elm-metrik pasportu hesab etmək olar. Mən Saadət xanıma qarşılıqlar arasındayım, televiziya yaradıcılığı var, onsuz da Saadət xanımın yaradıcılığı çox məsul xanımdır və mən bu kitabın ilk nöqtəsini, yəni qoyub başlayandan ağzına qədər Saadət xanımın istinad rektordu, sürətlə oxumaqda davam edibdir sayfalarda. Yəni bunun nüfuzlu elmi bazılarda hər kəs istəyə bilər. Və bu nüfuzlu elmi bazılarda Saadət xanımın qurulunun davamlı olmasına arzu edirəm. Məclis iştirakçılarının hamısına qurulları və çalışmalarınızı Hamınıza təşəkkür ediyorum. Bugün Yazıçılar İttifaqında yeni yaşlar əziz olmaq, bu kitab mənim üçün əziz və doğmadır. Yəni, hər iki kitab arasında seçim etsəm, heç birinin arasında seçim edə bilmərəm. İkisi də eyni dərəcədə mənə doğmadır. Yəni, məndən yararlanan bir yazıcı kimi mənim yaradıcılığım haqqında, bədii yaradıcılığım haqqında kitab yazması, Zakirə Əliyevanın isə elmetrik baxımdan elmi yaradıcılığını işıqlandırılması mənim üçün, mənim bu 55 illik həyatımda ən gözəl aldığım tövbələrdən biridir. Hər iki kitab haqqında geniş danışa bilərəm. Təbii ki, Məzər xanım özü kitabın mahiyyətindən bəhs etdi və qeyd elədi ki, mənim bədii yaradıcılığımda, yəni mənim deməkdən xoşum gəlmir. Amma yenə qeyd edəcəm ki, qələmə aldığım bədii əsərlərin əsas xüsusiyyətlərinə toxuna bilməsi və onu monoqrafiya şəklində gələcək nəsillə yönləndirməsi böyük əhəmiyyət daşıyır. Zakirə xanımın kitabına isə gəldikdə isə onu qeyd etmək istəyərdim ki, Zakirə xanım yalnız mənim elmi yaradıcılığım haqqında kitab yazdı. O, özünün bu kitabı ilə, bu monografiyası ilə Azərbaycan ədəbiyyatşünaslığında yeni bir istiqaməti qoymuş və yeni bir yol açmışdı. Azərbaycan yalnız Azərbaycan ədəbiyyatşünaslığında deyil, ümumiyyətlə Azərbaycan elmində bir ilk olaraq özündən sonra bir ədəbi məktəb yaradacaq əminliyini, bir ədəbiyyatşünas, yəni elmlə məşğul olan bir alimin deyə bilərəm ki, Zakirə xanımın bu kitabı ondan sonra bir ədəbi məktəbin yaradıcılığına əsaslı qoyulur. Və düşünürük ki, Zakirə xanımın qələmə aldığı bu kitab gələcəkdə inkişaf edəcək mi? Əlbəttə lazım olacaq. Çünki artıq elmin sintir şəklində, digital elmlərlə yanaşı bərabər
Azərbaycan alimlərinin yaradıcılığını, yaradıcılığını elməkli baxımından təhlil etmək, analiz etmək, dəyərləndirmək, onların dünya ədəbiyyatında, dünya elmini ixtiras etməsini göstərə bilən bir ədəbi metod kimi qəbul edilməlidir. Ona görə də çox danışmayacağım. Hər iki müəllifə xüsusi təşəkkürü bildirirəm. Mənzər xanımın neçə il ərzində ərsəyə gətirdiyi, yəni Mənzər xanımın puan ərzində götürdüyü məqalərin sonunda belə bir kitab alınacağını nə Mənzər xanım özü inanırdı, nə mən inanırdım sonuna qədər. Və yenə də Zakirə xanımın isə məqalə şəklində hazırladığı bir məqalənin sonunda özüm haqqında olan kitab olduğuna görə deyirəm. Elimiz üçün, Azərbaycan ədəbiyyatşünaslığı üçün əhəmiyyət kəsb edən belə monoqrafik qələmə alınacağını heç mən özüm də görürəm. Ona görə də hər iki müəllimə təşəkkür edirəm. Yalnız mənim yaradıcılığım haqqında bir kitab deyil, gələcək nəsillər üçün bir örnəkdir və gələcək Azərbaycan ədəbiyyatşünaslığını tədqiq edəcək olarsa, mənim haqqında fikir söyləmək istəyən olarsa, mən bədii yaradıcılığında, elmi yaradıcılığını əhatəli şəkildə göstərən bir mərhə olacağına əminəm. Və onu qeyd edirəm ki, kitabların həcmi balacalığını nəzərə almayan kitabların əsas o daxildə olan o fikirlərin, yəni o fəsillərin təqdimidir ki, əhatəli şəkildə əhatə olunur. Mənzər xanım, Zakirə xanım, hər ikinizə xüsusi təşəkkür edirəm. Var olun, yaxşı ki, sizi tanımışam. Siz olmasaydınız bu kitablar da yəqin ki olmazdı. Bəlkə də olardı, başqa aspektdən olardı. Ancaq yenə bayaq icrasda da qeyd olundu ki, mən özüm həmişə yazmışam. Müxtəlif dəyərli insanlar haqqında yazmışam. Və məni tanıyanlar bilir ki, dəyər olan əsərləri əhəmiyyət kəsb edən əsərlər haqqında əsər yazmışam. Düzdür, bayaq İbrahim müəllim də dedi ki, müxtəlif müəlliflərdən yazır. Müxtəlif müəlliflər demədi ki, bu müəlliflər yada düşmür. Bülent Ecevit haqqında, onun şair olması haqqında, Türk ədəbiyyatında şair olması haqqında ona toxunmuşam. Yəni, belə müəlliflər olur ki, hansı ki, yaddaşlarımızdan ədəbiyyatşünas kimi kənarda qalır və mən çalışıram ki, onlar bir yazıcı kimi, bir şair kimi ədəbiyyatşünaslıqda istəyər, Türk ədəbiyyatı olmaq istəyir, Azərbaycan ədəbiyyatı onların xidmətini gələcək nəsillərə monoqrafiya şəklində də olmasa, balaca məqalə şəklində göstərə bilir. Ona görə bir daha yenə təşəkkürümü bildirirəm. Hamınıza xüsusi təşəkkür bildirirəm. Mən başda olmaq halda Mənzər və Mənzər xanım və Zakirə xanım. Sağ olun, var olun. Allah sizə sağlıqlı